məclis qurulacaq, məhkəmə başlayacaq, o vaxt nə üz olacaq, kiməsə yaltaqlanasan, nə dost olacaq, müdafiə etsin səni, üzrxahlıq etsin sənə görə, nə yaxın olacaq, xilas etsin səni, nə rüşvət verə biləcəksən, nə tanış tapacaqsan, hər kəs tək qalacaq, necə əvvəl xəlq olunubsa, sonra görəcəksən ki, tərəzi qurulur və heç də zinət üçün qurulmur, bəzək üçün qurulmur, nəsə bir şuar deyil, əksinə Rəbbinin qanunu icra etmək üçündür. وَوُدِعَ الْمَوَازِينُ الْقِسْطِ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا. Qiyamət günü ədalət tərəzisi qurulacaq və ya ədalət tərəziləri qurulacaq. Heç bir nəfsə, heç bir şeydə zülm olunmayacaq və deyiləcək sənə ki, irəli keç. İrəli çıx, axtaracaqsan, özün üçün üzürlər, necə dünyada axtarırdın? Deyə bilməyəcəksən, məşğul idim.